Mən Musayev Eldar Cabbaroğlu, Gəranboy rayonunun Qızılhacır qəsəbə sakini. Yaşadığımız ərazidə kənd təsərrüfatında məşğul oluruq. Pay torpağını dəqiq yerində araşdıra bilmirik. Dövlət torpaq aktı ilə o göstərilən koordinat nöqtələrini gəlib göstərmirlər. Bu yaxınlarda da gəlib bu yerimin bir hissəsini kəsib veriblər başqa adama. İndi əkin əkməyə imkan vermirlər. Bu illəri əkin mövsümündə 25-ci ilin əkin mövsümlərində pay torpaq sahəmizə pambıq bitkisi əkmişdi. Pambıq bitkisini yubatdılar. Suyu vermədilər, su ilə təmin eləmədilər. Gecə oldu. May ayının axırlarında sulandı, qutardı. Su ilə bağlı səs-küyümüz oldu. Yəni 102 xidmətinə də çıxdıq. Şikayət elədik ki, burada su üstündə qırğındır, bizə kömək edin. Su vermədilər, suyu yubatdılar. Mənə küllü miqdarda ziyan. Məni beləcə incidirlər. 77 yaşım var, ikinci qrup əliləm, müddətsiz. Pambıq sahəsini əkmişdik, onu indi də qalıb bax belə alt-alta üst-üstə. Bizi dolanmağa, yaşamağa imkan verin. Bütün bu işlərin başında duran Gəranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. Çünki onu tapşırığı ilə 2020-ci ilin may ayının 13-də bizi su istədiyimizə görə bizi götürüb 70 manat cərimə elədilər. May ayının 20-sinə 2 günün içində bizə bir nəfərə 10 sutka verdilər, həbs. Mənim də yaşım çox olduğuna görə hakim 70 manat cərimə elədi. Həmin deyirəm, mən hardanam? Mən pensiya ilə dolanıram, torpaqda imkan vermirlər işləməyə, baxmayın. Suyu gətirirlər, axıdırlar hara? O öz yeşə, o qolu bəylərinin o sahələri var, örüş sahələrini basıb əkirlər hamısına. O əhaliyə ayrılan su limitini oraya işlər. Bizə də gələn deyirlər, su limiti yoxdur. Təmir olunması vaxtı, su sistemləri təmir olunması vaxtı eləmirlər. Əkinə su lazım olan vaxtı başlayırlar, təmir işi gedir burada. Axları təmizlənməsidir, turbanı sular qanı, Qarabağ kanalına gedən su turbasını təmir edir. Bax, belə cəmaata zülm edirlər. Cəmaat da istər-istəməz dövlətə qarşı öz nifrətini bildirir ki, bu yuxarıda oturanlar da bunu edən, bunların himayədə. Hansı ki, cəmaatın nə işi var? Bizim təzəndən nə prezident olasıyıq, nə deputat olasıyıq, biz torpaqla məşğul olan insanlar bizi niyə incidirsin? Dövlət rəhbərindən xahiş edirəm, prezident İlham Əliyevdən xahiş edirəm ki, bu haqsızlığa, ədalətsizliyə son qoyulması barədə biz tədbir görsünlər. Belə olmaz, biz nə qədər incitməlidir. Bu adamlar sizdən nə istəyir? Bizə mane olmayın, biz heç olmasa torpağımıza görə yaşadı, çörəyimizi, suyumuzu qazanıq görə. Yaşadığımız ərazidə, qəsəbədə içməli su təminatı demək olar ki, sıfır, yoxdur. Deyirlər ki, 2000-ci ildə xətt çəkilir, məndə sənədlər var. Bu suyla xətti çəkilir, içməli su xətti. Onu təmir eləyəcək. Hələ də təmir eləyək, yenə təmir eləyək. İçməli suyu əhali baha qiymətə alır. Maşınla alır, o da qapıda toyuq cücə də ondan içir, malqara da ondan içir, insan da ondan içir, məişətinə, hamısı o suyla bağlı. Biz nə qədər, bu su pulu heç olmasa vermirlər. Bunu yapıcı, orada su satırlar, o baseyin var orada. Bulaq suyu deyirlər orada. Gəlir orada tutan kim deyir, tonlu bir manata oradan o maşınlardan, o su daşıyan maşınlardan alırlar. Bizə bu işi dedilər, bu illəri su xətti çəkiləcək, 18 milyon güya pul ayrılıb, hələ də heç nə iş var, nə su var. Xahiş edirəm, bütün bu sosial problemləri yaradan başçı barəzəm, tədbir görün, ya da bizə əməlli cəmaatı qəbul eləməyə vaxt tapsınlar. Gəlirlər yalandan o köməkçiləri, burada çəkir şikayət haline girirlər, nə qədər şikayət edir, nə qədər məktub yazaq göndərək ki, biz torba daşımaqdan, məktub torbası daşımaqdan yorulmuşuq, biz bəs istənə bu, nə qədər olar, niyə incidirsin, niyə qoymuşu cəmaat incirməyə, xahiş edirlər, tədbir görün. Sıxayət rəhbərliyindən xahiş edirəm, bizim bu çıxışımızı sosial şəbəkələr vasitəsilə işıqlandırmasına kömək edəcək. Bəlkə o işli kabinetlərdə oturan məmurlar eşi də baxa bilər, bəlkə hərəkəti keçirlər, iş görürlər. Bir daha təşəkkür edirəm. Sayt rəhbərinə ki, bizim ümidvarı ki, bizim müraciətimizi işıqlandıracaq. Mən Böyük Şeyx Məhəmməd Çəsəoğlu Gəranboy rayonunun Qızılhacır qəsəbəsində yaşayıram. 70 yaşım var. İxtisasçı alim aqronomam, elmi əsərlərin müəllifiyəm. Mən mülkiyyət hüquqlarımın kobud pozuntusu ilə bağlı icra hakimiyyəti tərəfindən, icra hakimiyyətinin başçılığı şəraitində, şəxsin Məhərrəm Quliyevin iştirakı şəraitində mülkiyyət hüquqlarımın
və digər dövlət tərəfindən təminat hüquqlarının pozulması ilə bağlı 12 mart 2024-cü il tarixdə Qızılhacılı qəsəbəsində 1500 nəfərin çox əhalinin qarşısında müraciət eləmişəm. Məhərrəm Quliyev başda olmaqla qəbul həyata keçirən rayon rəhbərliyinin heyətinə. Onlar mənə deyiblər, mən onlara müraciət edərək mülkiyyət hüquqlarımın pozuntusunun uzun müddət davam etməsini, onların şərait yaratmasını və bu haqsızlığa son qoyulmasını tələb etdim. Onlardan ədalətli olmağa, onlara etibar edilmiş vəzifələrə ləyaqətlə yanaşmasını xahiş və tələb etdim, iradımı bildirdim. Onları korrupsiyaya son qoyma, korrupsiyanın əməllərindən əl çəkmələrini onları çəkməyə dəvət etdim. Mənə dedilər ki, səhərsi gün səhər vaxt tədbir görürsün, dedikləriniz araşdırılacaqdır. Lakin səhərsi gün məni həbs etdilər. Prokurorluğun binasında həbs etdilər. Qəbula getmişdim prokurorluğun ki, prokuror çünki dedi ki, səhərdən başlayacaq bu işi araşdırmağa. Orada zəng etdim, məni həbs etdirilər. Mənim üzümə yalandan şahidlər qoy, vəzifəli şəxslər şahid qoydular ki, bunları mən döymüşəm, təhqir etmişəm. Ancaq bunların heç bir sübutu ortada olmadığı halda, ədalətli məhkəmə araşdırması olmadığı bir şəraitdə mən həbs etdirmişəm, 2 il mənə iş veriblər, 20 ay mən həbsxanada yatmışam. Bütün bunlar mənim demək fikrim budur ki, çıxış etməkdə, müraciət etməkdə məqsədim budur ki, bu təkcə mənə qarşı yoxdur bu ədalətsizlər, cəmiyyətə qarşıdır olduğu üçün Məhərrəm Quliyev cəmiyyət tərəfindən arzu olunmaz şəxsdirlər. Vəzifədə işləmək üçün arzu olunmaz şəxsdirlər. Mən özüm şahidəm ki, korrupsiyada birbaşa iştirak edibdir. Rayon icra hakimiyyəti birbaşa iştirak edibdir. Konkret faktlar var əlimizdə, rəsmi sübutlar var. Lakin bunlara hüquqi qiymət verən yoxdur. Şantaja qiymət verirlər. Şantajla vətəndaşı tuturlar, həbs edirlər, incidirlər, cəmiyyəti qorxuzmaq üçün, öz korrupsiyanın əməllərini davam etdirmək üçün, özlərinə haqq qazandırmaq üçün. Özür istəyirəm sizdən, cəmiyyətdən rayonda Məhərrəm Quliyev hökmran mövqe tutsaq, korrupsiya əməllərimiz hər birimiz öz istəyimizə uyğun davam etdirək. Rayonda fahişəliyi inkişaf etdirirlər rayonda. Mənəviyyətsizliyi inkişaf etdirirlər. Bunlar vətəndaşların konstitusiyon hüquqlarına qarşı çıxış edən şəxslər, arzu olunmaz şəxslərdirlər. Bunlar cəmiyyət üçün heç bir fayda vermirlər, vəzifələrə özləri bunlara xidmət edə biləcək, ləyaqəti bəlli, cəmiyyət tərəfindən bəlli olan şəxsləri təyin edirlər. Mənim Beynəlxalq İnsan Hüquqları Məhkəməsi tərəfindən xeyrimə 2 qərarı var. Bu qərarların icra etməmək üçün hələ 2 ildir qərarlar icra olunmur. Niyə icra olunmur? Çünki bunlar cəmiyyətdə həmin bu əməlləri bunlar törədiblər. Bunların ifşası deməkdir. Bunların bu qərarların icrası, yerinə yetirilməsi icrası, bunların ifşasının cəmiyyətin göz önündə ifşası deməkdir. Ona görə də bunlar müqavimət göstərirlər və mərkəzdə bunların güclü dayaqları var. Dayaqlarından biri də bunları hakimiyyətə gətirmiş, qoymuş, yerləşdirmiş Ramiz Mehdiyevdir əməllərinə görə. Dəfələrlə mən qəbul üçün prezidentə dəfələrlə telegramma vurmuşam ki, xahiş edirəm bu vəzifəli şəxslərin korrupsiya əməllərindən məşğul olmasından əlaqədar bizə ziyan vurmağı, bizi vətəndaş hüquqlarının, insan və hüquqlar azadlıqlarından məhrum etmələrindən əlaqədar bizi qəbul etsin. Dəfələrlə. Lakin deyiblər ki, sizin video konferans formasında qəbul edilir. Video konferans forması gelip qəbul etməyiblər, heç bir şey eləməyiblər, gizlədiblər. Mərkəzdə olan nümayəndələri, Məhərrəm Quliyevi müdafiə edən şəxslərin vasitəsilə gizlədiblər bizim müraciətlərimizi gizlədiblər. Axırda mən həbs ediblər. Nəyə görə mən həbs ediblər? Mən 40 ildən çox işləmişəm, əmək fəaliyyətim var mənim. Bir adam deyəməz ki, bir adamla vəzifədə işləmişəm, bir adamla bir qəpik rüşvət almışam. Bir
adam deyəməz ki, cəmiyyətə ziyanmır. Həmişə cəmiyyət üçün faydalı adam olmuşam. Mən qəsəbədə nə qədər xeyirxah işlər gördürmüşəm. Rayon miqyasında nə qədər xeyirxah işlər görmüşəm. Nə qədər insan haqlarının müdafiəsini təşkil etmişəm. Amma buna baxmayaraq, bunlar insan haqlarının, insan hüquq və azadlıqlarının əleyhinə olan şəxslərdir. Bilməməli şəkildə bildirirəm mən bunu. Qəti olaraq bildirirəm. Əlimdə də faktlar var ki, bunlar fahişəliyi inkişaf etdirir cəmiyyətdə, haqsızlığı inkişaf etdirir, korrupsiyanı inkişaf etdirir. Bunları kimdir? Bunları müdafiə edən ki, bunlar bax bu cəmiyyətdə bu qədər azğın hərəkətləri edirlər və bunların qarşısı alınmır. 70 yaşında adam məni, alimi, ziyalını cəmiyyət hörmətdən salmaqdan ötəri tuturlar, həbs edirlər. Xeyr ola. Yəni bunlar hamısı bir mənalı şəkildə özlərinin şəxsi azğın niyyətlərini, quzuzlaşmış şəhər əməllərini davam etdirmək üçün əlində fakt var. Fakt var. Birində mən su idarəsinə getdim, müdürlə söhbət edirdim. Gəldi ki, belə bizə suvarçı lazım idi. Suvarçı tapıb gətirmişəm, yaxşı mütəxəssisdir. Ancaq dedik ki kadr deyirəm, deyir üstad yoxdur. Nətər üstad yoxdur? Çağır dedi, müdür dedi, çağır olmur. Dedəncə prokuror sana dedi ki, mənim şoferimi, qardaşını aformisiyələ gelin, suvarçıqam aformisiyələ gelin. Suvarçıqam dedi, ha onu mən etdim, o yerdən yoxdur, o üstad yoxdur. Ona görə də bizim insanlar əziyyət çəkir. Bax bu qədər bunlar korrupsiyanın şiddətlərə kart gəzdirirlər. Ayrı idarə müdürləri, işçilərin adı var, özü yoxdur, hamısı ayrı adamlardan da kart götürürlər, pul götürürlər. Bu uzun müddətdə davam edir. Məhərrəm Quliyev Ağstafa rayonunda işləyəndə Tatar Ramzatov o həbs olunanda o dedi ki, mən Məhərrəm Quliyevlə də eyni bu qaydada Nizaməddin Quliyevin nətər işləmişəm, bundan da eyni qaydada işləmişəm. Yəni mənim peşə vəzifəm rüşvət yığıb bunlara vermək olubdur. Mən bir alim, bir ziyalı kimi deyirəm ki, qəti olaraq öz mövqeyimi bildirirəm. Özüm mənim mövqeyim sağlam düşüncəyə əsaslanır, faktlara əsaslanır. Bu adam birbaşa Ramiz Mehdiyevin kadrıdır. Ramiz Mehdiyevin bu dəqiqə obyektlər var, Kerim boyda obyektlər var, tanrıma. Həmin obyektlər vergilər bir də 20 ildə fəaliyyət göstərir. Heç bir vergi ödənmir, heç bir çoxda durmur. Bunlar hamısı Məhərrəm Quliyev gündə gedib orada oturub çörək yiyir. Nətər bu bilmir, bu rayon rəhbəridir. Bunların hamısını bu idarə edib, bu korrupsiyanın birbaşa dayaqlarındandır. Azərbaycan dövlətinin əleyhinə olan şəxslərdir. Mən bunun hamısını aidiyyatı şəxslərin birbaşa prezidentin diqqətinə çatdırmaq istəyirəm ki, bu adam zalimların dostudur. Zalimların dostudur. Zalimlığı cəmiyyətdə inkişaf etdirən şəxsdir. İnsan haqlarının əleyhinə olan şəxsdir. Bizim dövlətimizin sarsıdılmasına xidmət edən şəxsdir. İnkişafına xidmət edən şəxs deyil. Buna görə də xahiş edirəm, bu adamın əməllərinə hüquqi qiymət verilməsi üçün dövlət komissiya yaratsın, bizi də dəvət eləsin, onun əməllərinin üzrünə oxuyaq, faktlarla göstərək, hansı faktlar, hansı cinayət faktlarını gedir. Bu torpaqlar satmaqla məşğuldur. Açığı. Bu dövlətin iqtisadi siyasətinin əleyhinə olan adamdır. İş adamları, qanuni iş adamlarını əleyhinə olan Məhərrəm Quliyev birbaşa. Sağ olun diqqətinizə görə. Əhmədov Rasim İsağoğlu. Onun işinlə bağlı gəlmişəm, müraciət edirəm. Məhərrəm Quliyevlə bağlı. Məhərrəm Quliyevlə bağlı biz getdik şikayətə. Bizim şikayətimizi qoymadı getməyə. Yerimboy rayonunun Qızılacılı kəndinin qabağında bizim qabağımızı kəsdilər, icra nümayəndələri qoymadı getməyə, başçının qəbuluna. Oradan zəng gəldi ki, qoymayın onları gəlməyə. Harca bir 50-60 adam yığılmışdı ora. Bizi qaytardılar oradan. Mənim qardaşımla geyirlədi, orada mənim qardaşımı heç nə vaxtdan 5 gün həbs verdilər mənim qardaşıma. Məhərrəm Quliyevin əlindən. Dedilər ki, getməyəşdiniz. O da qardaşım acığa düşdü, yerini əkdirdi. İndi biz də sizdən xahiş edirik, artıq bizim bu işimizə baxılsın. Məhərrəm Quliyevlə bağlı. Nümayəndə göndərsinlər, Məhərrəm Quliyevlə bağlı. Yəni, heç bir adam deyə bilməz ki, biz ondan razıyıq. Yəni, hamı ondan nəyə razıdır? Orucov Elnurun qabağını kəsdim ki, mənim qardaşıma nəyə görə 5 gün həbs verdiniz? Dedi, günahı var. Yəni, mən də dedim ki, sizdən şikayət edəcəm. Qızılacılı nümayəndəsi Elnur, Orucov Elnur. Dedi ki, sizin öldürüb qardaşınızın qanını batıraram. Bir də mənim qardaşım 7 rayonun axındır. Elləmə gəlim, gecəyinə səni də oradan götürsürüm. Sizdən artıq xahiş edirəm, bu işi işıqlandırasınız.
Çox sağ